Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva milli qəhrəman şəhid general-mayor Polad Həşimovun ailəsi ilə görüşüb. Görüşdə 44 günlük Vətən müharibəsindəki şanlı zəfərimizdən, Vətən oğullarının qəhrəmanlığından danışılıb, bu qəhrəmanları yetişdirən analara minnətdarlıq ifadə olunub. Aprelin 30-da Bakı Musiqi Akademiyası nəzdində opera studiyasının səhnəsində Azərbaycanın xalq artisti Eyüp Yaqubov Yalnız Mədəniyyət adlı musiqili bədii proqramla çıxış edib. Şair, böyük dramaturq Hüseyn Cavidin xatirəsinə həsr olunan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak ediblər. Tədbirdə Eyüp Yaqubov və ifaçının sənət dostları musiqinin sehri, mahnıların ahəngi və şeirlərin dərinliyinin bir araya gəldiyi maraqlı bir təqdimatla tamaşaçıların qarşısına çıxıblar.